xoş gördük. Saz Söz Məclisinə bugün günümüzün ustad aşıqlarını çağırmışıq. Elə aşıqlardır ki, bunların barmaqları da ustad barmaqlarıdır. Səsləri də, ifa tərzləri də, dastanından tutmuş ta mahnının çatdırmağa qədər görəcəksiniz ki, əsl ustad aşıqlar buradadır. Zaman zaman onları sırasıyla çağıracağıq. İlk olaraq istəyirəm ustad aşığımız, əməkdar mədəniyyət işçisi, çox dəyərli aşığımız Cabbar Laçınlını salamlayaq. Yaşın 75-indədir. Mübarəkdir yaşın 75-i və yaşın 75-inin o tərəfi də çox əlamətdardır ki, illər boyu özünün müxtəlif yubileylərini Taxta Körpüdə, Laçından uzaqda qeyd edən və Niskil içində olan aşıq bugün çox qürurla Laçının içərisindədir, özündədir. Laçın nəfəsindən yaşayır və Laçının nəfəsini də bizim meydanımıza gətirib. Ustad dedi ki, mən illər öncəsi burada həqiqətən elə oldu. Bir dastan danışdım, Girov sazın dastanı. O sazı gedib gətirmişəm, saz qoltuğumda sinəsində görəcəksiniz. O sazı bir gözəl göstər qoy görsünlər ki, Girovluqdan gələn saz budur. Ustad bu sazı belə deyək ki, çox böyük əziyyətlərlə, böyük zəhmətlə gedib düşmənin əlindən götürüb, gətirib və yenidən sinəsində yazır. Amma bugün saz azad şəkildə azad Şuşaya qayıdıb və orada öz səsini, sədasını ucaldır. Mən istəyirəm ki, ustadın özü də elə istəyir ki, o sazın gəlməsinlə bağlı əhvalatı bir təqdim eləsin yaşın 75-də. Ondan sonra da məclisimizin davamı Laçında olacaq. Laçında gedib ustadın 75 yaşını birlikdə qeyd eləyəcək, elə bu sazla birlikdə. Bismillah elə ustad, meydan sənindir. Dəvətə görə sizə ASTV-nin rəhbərinə özlərim təşəkkürümü bildirirəm. Biz yaşda olan insanları siz qədrşünaslıqla ki, dəvət edirsiniz, Allah sizə uzun ömür, can sağlığı var ol versin. ustad. Deyir, ustad namə ilə başlayır. Zaman keçir, qərinələr dolanır, ömürdən günləri ay ata-ata. Kimisini salır min bir bəlaya, cəh daşqın sellərə ay ata-ata. Hamıya əzizdir, ana yaxşıdır. Övlad əsil ola, ana yaxşıdır. Düşə xoş sada, ana yaxşıdır. Yaradan mindirər, ay ata-ata. Nə tapacaq Cabbar tələ düzəldən, hər nə tapsan tapacaqsan düzəldən. At pisliyi, yaxşılığı düz elə əldən, ol cinan bəşərə, ay ata-ata. Demək, 1992-ci ildə Laçın rayonunun Ağbulaq kəndi də Laçın rayonunun digər kəndləri kimi işğala maruz qaldı. Həm girov düşənlər oldu, insanlar param-paran oldu. Daş kəsən Respublikanın bütün rayonlarına hərəsi bir tərəfə sığındı. Biz də daş kəsənə sığınmışdıq. Orada bizim heç bir yatıb duracaq, nə qədər var, dövlət vardı, hamısı kənddən qalmış idi. Ancaq quru canımızı götürüb çıxmışdıq. Mən də qayıtmışdım ki, bir maşın gətirib, güya evlərimizi aparacağıq, Akara yolu bağlandı. Deyir, sən saydığın qoytursun, görfələklə sakin. Mayın 17-sində yol bağlanandan sonra ata, ana, bacı, qardaş qaldı Laçının ən ucqar kəndində, mən qaldım Füzuli rayonunun ərazisində. Nəhayət, gedib tapışdıq, onlar da sağ-salamat gəlib çıxdılar, ancaq yaxın adamlarımızdan 4 nəfər girov düşdü. Tapışandan sonra heç var, dövlət, heç nə mənə təsiri olmadı. Ancaq bu sazın erməninin əlində qalması, girov düşməsi elə bilgəcəm, gündüzüm yoxdur. Çox fikirli gedib Alamal yaylağında belimi bir qayaya söyküyüb, çox fikir elirdim ki, o saz erməni götürüb, aparıb öz səhnələrindən çıxış eləyəcək. Bax, Çoroğlu o sazlarla meydanlar soluyub. Biz bu sazı neynəyək ki, öz canımız, qanımız bahasını əldə eləyək. Onun dalınca getmək lazım. Bunda Kəlbəcər alınmamışdı, imkan vardı. Yuxuda gördüm bir nurani kişi gəldi, başında ağamamı. Dedi ki, mən o sazı sənə vermişdim. Ki, sən o sazı orada qoymayasan. Sən nəyə görə o sazı qoymuşsan? Qorxma, arxında durmuşam. Heç bir qorxusu yoxdur.
Get sazını getir. Ben bu yuxunu danışmadım ayrı adamlara. Baktım ki gözümü açtım ki belimi kaya sökemişim. Hiç kim yoktu. Nurani kişi göze görünmür. Adice yoktu. Gelip kohum akrabadan da götürdüm 4 nefer kardeşim, kaynım, mamam oğlu Niyazalını da götürdük. Atlandık Kelbecer'le geldik çıktık Laçının arazisine. Atam çıkarttı bir mektup verdi bana. Kaş benim atam bugün Azerbaycan'ın galip ölkenin kudretli ordusunun bu cesaretini göreydi. O torpaqların alınmasını göreydi. Mektubu çıkarttı verdi. Dedi gedirsiz ben Kozayam. Ağım tutsaydım ben de sizinle gelirdim. Götür bu mektubu. O arzuladığım yerleri bir ziyaret eyle. Götürsün görey. Dedim bir mektubu aç gör. Ne yazıptı? Götürsün yanığı keremiyle. Görey mektupta ne yazıp? Biz ne deyirik? Eşidenler sağ olsun. Qocalmışam dizim düşüb taqətdən, dolan o dağları gəzmən əvəzdən. Əyil sinə daşı öp baş daşlar, qoy çatsın ruhlara söz mən əvəzdən. Çıxan kimi müxtəşənin başına, diqqət eylə qulaylının qaşına, sağda həsrət qatar daşınan, qoy baxsın doyunca göz mən əvəzdə. Qarşınızda qaranlığın dərəsi, başı üstə şimşəklərin nərəsi. Sağ solunda neçə parası, qalanı vodlara döz mən əvəzdən. Yeddübəlik binəmizin var damı, İldirim su, hayatımın kurbanı. Sağ olsunlar Gürov sazın dastanı. Götür öz elinle düzmən əvəzdən. Yaş köşəyin qarağatın barından, qaya cığırının yığınaq tarından, ərməzin dənələnmiş qarından götür ovcunu az mən əvəzdən. Bunu da birini oxuyun görək yanıq kərəminlə. Kartallar oylar yey kuzey gayası, kartallar oylar yey kuzey gayası, şanın binasına kıbla gayası. Burunlarla yüreklerin mayasın, belə gətirəyi tarixin yaz mən əvəzdəyi. O dağa yol gedirmiyor dağa. Yeməlasın ey kəşifti dəzəmmərəm o dağa. Ağ dili, dih yurdu yastı bulağı, ağ baba, bacı yur kaşın oylağı. Birazca soruşdum pirin yaylağı, yetir salamımı tez mən əvəzdən. Qasımam and verdim çörəyə düzünə, devin mağarında bir baxın buza. Adalarda cizirkəni yarpıza, oxala səpkindən tuz mən əvəzdən. Biz kəndin ətrafına çatanda, 3 istiqamətdə nəzərdə tutduq ki, bir adım bizi yad el ki, o işğalçılardan ələ keçməmək üçün bizi gözləyəcək. Bir nəfər içəri girib sazı götürməlidir. Əgər saz
evdədirsə. O biri yoldaşlar da kənardakı ucqar yerlərdə yenə də bizim təhlükəsizliyimi təmin eləyəcək. Mən yaxınlaşdım, onda baxdım ki, saz divardan asılıdır. Özü də may ayının axırlarında ermənilər gedib mənim evimə düşəndə avtomatın qundağı ilə pəncərəni vurub, qırıb, içəri girdiyini mənim daim əlvən kişi olubdur. Çünki o girov düşən insanlarımız vardı, onları axtarışı üçün kəndə gedənlər, daş kəsəndən getmişdilər ki, onlar yaralı olar, gəlib evə çıxarlar, o məqsədə getmişdilər, baxarlar ki, 2 dənə vay uniformada ermənin beteri durur, geldi girdi bizim evimize, hemen bu saz olduğu eve. Pencereni vurup kırıp düştüler 15 dakika. İçeride kaldılar çıktılar. Saza belə baktım korkudan ben eve girem. Öz evime girebilmiyorum. Dedim ben özüm öz sazımı götüreceğim. Onlar mərdimezarçılıq. Hərənizin bir neçə uşağı var, külfəti var. Çok da ben sizi getirmişim səbəbkar mənim. Ancak bir şeye ümidim geldi ki o yuxuda gördüğüm kişi mənə dedi ki korkma. Bu bana o kadar stimul, güç verdi ki. Arxayın korkmadan yeridim, sazı götürdüm, öptüm, çıktım bayra. Çıktım bayra, dediler ki şükür bu gününe. Bu sazla gözyaşı birbirine karıştı. Öyle bir dehşetli mənzərə əmələ geldi ki, onu götürüp biz bu sazla, kardeşimle orada dedik. Onu ben size çatırım. Bəli, kardeşim götürdü bu halete göre, bu vəziyyətə göre gözyaşlarıyla gör ne deyir. Deyir bu millete elə hiylə kurulup, hiç kim tapa bilmir çözümü kardeş. Vətən derdi yaman əyif qəddimi. Ağlamaq kedi, kör edip gözümü kardeş. Götürüp girop sazla gör, mən ne cevap veririm. Belə deyir girəvəm yaman aldın elində, gel qırma ağzında sözün qardaş neyini. Ağlarım eybatıma qarışır. Belə sen birinde dinmen yüzün kardeş ölürüm. Gel Girəvəmi yaman aldın elinde, gel kesme ağzında sözümü kardeş. Ağıllarım bayatıma karışıp, sen eşit mən deyim yüzünü kardeş. Babəkimin Koroğlu'nun qeyrəti milletine kazandırdı hürmeti. Deyirəm ki, mən buna bir cevap verin. Vafalı dağlarım gözümdə kalıb. Divardan asılan sazımda kalıb. Hələ deyilməmiş gözümdə qalır. Təzəndə gəzirəm bizim kardeş. Yeznəmiz var idi. Geldi ki, bu aşağılık meydanı değil, bizi kırdıracaqsınız. Gelin burada bu aralaşaq ki de o meşelerde, o yatsız dağlarda ürəğinizdən ne var, hamısını boşaldı. Dedik yok da bu sözü yarım çıkıp olmaz da. Burada bizim lapkanımızı töysələrdə bu sözümüzü demeliyiz. Götürür orada, görün. Aziz diyar necə durmalın, gurbette yaşayım kanı karalı. 100 həmdəm gəlsə də əli çaralır, döndərə bilmərəm izimi kardeş. Bizim o evde arkasında pir var idi. Böyük bir kaya həmişə aparıb orada daşlarda kurban kəsirdilər, uşağın başını dolandırırdılar, ocaqdı. Götürsün, gör necə deyir. Yer cabbarım ey gelmişem alala pir ocağıma, siz de şahit olun sır ocağıma neyini.
Odları qalanmış gür ocağıma. Atacağım üstüne özüm kardeş neyim. Gel Cabbarım gelmişem pir ocağıma. Siz de şahit olun sir ocağıma. Odları kalanmış gür ocağıma. Üstüne atacağım özüm kardeş. Deyip aralaştık geldi nihayet. Gelip çıktık. Sazı da götürdü. Dastan uzundu. İndi keçə esas mətləbə. Mən bütün şəhidlərin karşısında, onların Azərbaycanın karşısında mən baş əyirim. Hamısına, qazilərimizə can sağlığı, Ali Baş Komandanımıza eşq olsun. İndi getməli Laçını, mən onda necə gəlmişdim, Dadastanın o hissəsini indi də burada belə danışaq ki, indi də mən Laçını gedib görmüşəm. İndi götürüb bir dua qapı ilə, biz bu dastanı, indi bu torpaqların alınması ilə əlaqədar. Birini deyək, siz də eşidin. Qürbətdən dağlanıb sinəm, doğma yurdum analasın. Torpağından cücalmışam, dönmüşəm aslan alasın. Həqiqəti yazıram ki, yayılsın Turan alasın, yayılsın Turan ayasın. Ziyaret ettim Şuşanı, kulak astım xanalar, kulak astım ay xanalar için ay. Ali Baş Komandan emr etti, ovdumuz cövlan eyledi, tuttular topa tüfəncə, kanına kaltan eyledi. Leşin üstə leş qalandı, qaçıb dünyaya beyan eyledi. Var olun, teşekkür ederim ustad. Deyim ki, həqiqətən niskilli bir dastandır. Amma sonda müxəmməslə məlum olur ki, torpaqlarımız qayıdıb, torpaqlarımızla ana bala kimi qucaqlaşmışıq və ustadımızın 75 illiyin içində bundan mübarək bir təltif yoxdur ki, öz torpağına qovuşmuş olur. Vaxtı ilə 2017-ci ildə mən sifariş elədim, mənim istəyimlə siz bu dastanı hazırladınız. Girov sazın dastanını. Onda da çap olundu, biraz sonra da çap olundu. O vaxt bu niskil idi. Bugün isə Laçınımız bizim üçün bir qürur mənbəyidir. Mərd oğullarımız, ər oğullarımız, aslan ordumuz torpaqlarımızı qaytarıb və bizim aşığımız da özünün sazınla, sözünlə, sevinç hissi torpağımıza qayıdıbdır. Bu kitabı da həqiqətən biz bugün yaxın zamanlarda çap elədiyimiz Aşıqlar Birliyinin Aşıq Dastanları kitabını daxil eləmişik və onu da sizə ərməğan eləyəcək. Gözəl günlər arzuluyoruz. Bundan sonrasına gələn yubileylər, 80, 85, 90 illik yubileylər Laçında qeyd olunsun. Laçınımızın nəfəsi bundan sonra illər və 10 illər boyu sizi yaşadacaq. Sizə gözəl günlər arzuluyoruz, var olasınız. Sağ olun Məhrəm müəllim. Həqiqi o dastan siz olmasaydınız, mən deyirəm ki, bütün hamı bilsin. İndi ortalıqda yoxdur. Çox da sinəmdə var. Məni mecbur eləyən, məni dinləyəndən sonra dedi ki, insan ömrü böyünsə var, sər yoxdur. Bunu yaz, bu tarixdir. Orada nə qədər yer adları var. Dastan çox uzundur. Onun burada danışmağa vaxtı yoxdur. Mən epizodları mən burada göstərdim. Dastan tamamıyla çok mükemmel bir dastandır. O sizin sayenizde. Var olun. Biz unutmayacağız. Siz yaratmışsınız. Çünkü siz o dastanın erşiyə gəlməsindən çok böyük əməyiniz çok olur. teşekkür ederim. Var olun. Geldik verilişimizin ikinci bölümüne. İkinci bölüm böyük bir nesil ocağının, sənət ocağının, sənət nəsli ocağının ünvanına yönəlibdir. Şəmistan Oğullar Ocağı. Şəmistan Oğullar Ocağı Qazaxda Azərbaycanın həmin bölgəsində çox tanınmış bir ocaqdır. Aşıq Şəmistan böyük ustad olub. O ümumiyyətlə nəsil şəcərəsinə görə özündən qabaqki böyük ustadlar
ənənəsini qoruyub yaşadıbsa və özünün ailəsi, oğulları və qızları zaman içərisində Gəncəbasarda çox tanınmış ifaçıları olublar. Bugün onun böyük oğlu Həsən İncəli dünyasını dəyişdiyi üçün yoxdur. Ruhu şad olsun. Böyük sənətkar idi. Onun barmaqlarının misli bərabəri yox idi. Saz məndliyinin misli bərabəri yox idi. Saz müəllimliyi də çox əvəzsiz idi. Onlarla aşığı sənət aləminə Həsən gətiribdi. Amma o biri qardaşı Hüseyin buradadır. Hüseyin Şəmistanoğlu sazınla gəlib. Biraz sonra bacımız da gələcək. Kifayət Şəmistan qızı. Onların belə deyək ki, ustad dərsini dinləyəcəyik. Bu Kifayət xanımın yaşını deməzlər, amma yaş elə qardaşımız 65 yaşında da olub, bundan bir 5 yaş böyükdür. Belə düşünək ki, hər ikisinin yubiley yaşlarıdır. Ürəkdən təbrik eləyirik. Qoy sənət dərslərini, ustad dərslərini bugün təqdim eləsinlər. Verilişimizin bu hissəsinin ilk addımını Hüseyin qardaşımız bir ustadnamə ilə başlasın, sonra bir təzris havasına keçəcək. Buyur ustad. Görürsənmi bu torpaqda neçə-neçə can yatır. Varlı varsız, yaxşı yaman hər cürə insan yatır. Vuran tutan, asan kəsən, heç kəsə baş əyməyən, at minif qılıncı oynadan neçə pəhlivan yatır. Ey insan, kəs asta yer ayaqlam ocanı. Nə bilirsən, nə karadı xalq qəhrəmanı. O yazıq da çox dolandı bu yalancı dünyanı, bəlkə nakam ölübdü, güzləri gizdən yatır. Bir fəhim qıl diqqət eyl orada yatanlara bax. Yalnız gözdə namusunu, nə dövlətə, vara bax. Bacar heç kəs incitmə, qadir qəxxara bax. Öləndə desinlər, hayf, 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 nə gözəl insan yatır. Belə səhər ailələ əzmi gülşən eylədim, qəmməni çulğadı ay hayf, hayf. Aşıq deyər ay hayf, kimlər oldu ay hayf, sənlə mən sevişdim ayrı düşdüm ay hayf, hayf. Bağban olub bağ bəslədim kifayda, dərmədim güllərini ay hayf, hay vay hayf canım ay hayf, hay vey. Sərrafın dəstində ailələ nədana gördüm, mürğü dəhanında nədana gördüm. Aşıq nədana gördüm, xalın nədana gördüm, tülək tərlan şoldaxın nədana gördüm. Aya gövhəri verdilər nadan gördüm, bilmədim qiymətini ay hayf, hay vay hayf. Canım ay hay vay vay. Dersimi yaylələ, çıxdım yasına, İgi dolan ixlas bağlar yasına. Aşıq deyər yasına, namərd boynu yasına, nəcibə söz demə, axır yayıncıya yasına. Ay Qasım ölər, hamı gələr yasına, eşidənlər deyər ay hayf, hay vay hay.
zayıf canım ay hay hay vey. Maşallah Ustad Yasin 65'inde əsl belə ustad nəfəsindən çalıb Çox sağ oxudun. olun, müəllim, Və onu da canınız. deyim ki, sizin dədə babadan, Aşıq Şəmstandan onun böyük ustadı olub, Aşıq Əhməd, yəni nəsillikcə çox böyük ustadlar ənənəsindən gəlirsiniz. Səsinizdəki o dədə baba yolu, ustadlıq yolu hər an görünür, barmaqlara da söz ola bilmez. Çünki Şəmstan oğullar ocağı barmağınla da məşhurdur. Qazaq mahalında, Borçalı mahalında sizi barmaqlarınla da elə Həsən İncəlini də, yəni qardaşınızı da elə tanıyıblar, var olasınız. Mən bayaq da dedim, Şəmstan oğullar ocağından çox nəhəng ifaçılar çıxıblar. Onları xatırladım. Onlardan biri də xanım aşığımızdır. Kifayət xanım. Kifayət xanım Şəmstan qızı həqiqətən 70-ci, 80-ci illərdə Azərbaycan televiziyasında ozon verilişində çox sıx-sıx görünən və klassik yolları çox, belə deyək ki, ustad bir nəfəsinlə çatdıran aşıq kimi yadda qalıbdır. Bugün qardaşınla birlikdə buradadır. Bir Koroğlu dueti üstündə gedəcəklər. Çünki ata-babadan onlar bu ənəniyə kökləniblər. Üzdə bir Koroğlu duetini təqdim eləsinlər. Başı qarlı aydalı da başı qarlı aydalı da çox sevirəm nədən səni, çox sevirəm nədən səni, nədən səni, nədən səni. Axşam sabah qucaqlayır, axşam sabah qucaqlayır, duman səni, yaşan səni, duman səni, yaşan səni, yaşan səni, yaşan səni. Bulaqlar nəğmə çalır, bulaqlar nəğmə çalır, duyan ürək ilham olur, duyan ürək ilham olur, ilham olur. Saatlarla seyrə dalır, saatlarla seyrə dalır. Gələn səni, gedən səni, gələn səni, gedən səni, gedən səni, gedən səni. Sevdalı baş yorğuna yax, sevdalı baş yorğuna yax, ömür keçsin qoy bu sayaq, qoy bu sayaq. Ayrılsaq da unutmayaq, ayrılsaq da unutmayaq. Nə sən məni, nə mən səni, nə sən məni, nə mən səni, nə mən səni, nə mən səni, dərdi qalım. Çox təşəkkür edirik. Həqiqətən
ustad nəfəsini dinlədik və bu mənada istəyirəm ki, sizin ocaqdan, sənət ocağından həm Şəmstan kişinin, həm də onun o rəhmətli oğlu Həsənin şeirləri də səsləndi. Ayrı-ayrı havalarda, ayrı-ayrı havalar altında təqdim olunacaq. İstəyirəm bu yerdə orta sarı telin üstündə Şəmstan kişinin bir şeirini təqdim eləsin Hüseyn qardaşımız meydan aşığımızın. Belə yaxşı qohumayı yaqraba Qərş ayaqda dardasına Aman aman ay aman aman ay telli ceyran Ay qardaşın ilahi dostum Namus gayrət ardasına Bala balay oy bala balay Qadan alem qadan alem qadan alem Belə məhəbbətlə sədaqəti Şah Cəlal şan şöhrəti Aman aman ay aman aman ay telli ceyran Ay abır həyar İsmət Güzül qarlı yardasına Yardasına yol yardasına ya yardasına ya qadan alem Şamsıdanın ayı bilgemesi Yersiz diyordu boyması Yeri cayrana yeri tarlana qadan alim Ay muhalletle Kəskəsi Xəyalətdə tordasına Xəyalətdə tordasına Yaman yaman gel ceyrana qadan alem qadan alem
Var ol ustad. Həqiqətən o sənət ocağına layiq bir ifaçısınız. Həm barmaqlarınız gözəldir, həm səsiniz və səsinizdəki kolorit. Bilmək istəyirəm, bu sinənizdəki saz kimindir? Saz Məhərrəm müəllim, Həsən müəllimin Qardaşının, Bəli. rəhmətlik Bəli, qardaşının. bəli. 2009-cu ildə Aşıq Abidinin yubileyində burada mənə hədiyyə eləyib. Qaymaqlı Aşıq Bəli, Abidinin. bəli. Amma saz da gözəl sazdır. Bəli. Ruhu şad olsun. Sənə Çox də sağ yaraşan bir sazdır və Canınız bu sağ mənada bu sazı sən çalıb ifa eləyəndə gördüm ki, həqiqətən sazbənd elə belə sazbənd olmur. Ustad bir sazbəndi barmaqlarından Həsən çıxıbdır. müəllimin sazlarından çox var. Bütün ustadlarımızda var. Saz çalarlarda. Özünün də şəhidlərində var. Pusat Sahil Laçınlıda da var. Sonra Elxan Cəlilovda da var Həsən müəllimin sazı. Hamısı Şəhriyarda da var. Aha. Şəhriyar Laçında Laçınlıda Həsən da. müəllimin şəhididir. Aha. Yəni bütün Onlarla şagirdi Nəsib Nüsrət oldu. İndi mən tanıdıqlarımdır. Doğrudur, doğrudur. Çox maşallah bu saat hamısı meydangir. Ona görə ocaqsınız Bəli. da siz maşallah. Bəli, biz- Ocaq olmağın səbəbi var. Var olun, Bəli, təşəkkür atamız- edirəm. Var olun. And olsun Allaha, biz havanı çalanda Məhərrəm müəllim, artıq bir dənə gül vuranda atam deyir də bala, o havanın o gülüdür, onu qatmayın. Bu havanın gülü budur. Bizə göstərirdi. Artıq havada artıq hərəkət qoymurdu. 89-cu ildə Gənc Ozanların müsabiqəsində Süleyman Ələsgərov müəyyən biz yarışdaydık onda. Bəli. Bir neçə aşıqlar var, adını çəkmirəm. Orada artıq gülü vuran kimi deyirdi, saxla. Bizim gözəl tarzanlarımız var, gözəl sənətkarlarımız var. Havanı olduğu kimi çalmaq lazımdır. Var olun, təşəkkür edirəm. Ustad Şəmistan sıradan aşıq deyildi. Elə bir aşıq idi ki, özü kimi ustadlarla üzbəüz qalırdı və onlardan böyük belə deyək ki, həm dərs almışdı özündən qabaqki böyük ustadlar, həm də öz yaşıtları ustadlardan belə deyək ki, sənətini bölüşməkdə əvəzsiz bir işlər görürdü. Əmrah Gülməmmədov burada xatırlamaq lazımdır. Hüseyin Saraçlını xatırlamaq lazımdır. İncə dərəsinə, onun yaşadığı o bölgəyə gələndə isə Qaymaqlı Abdını, Cəlal Qəhrəmanovu, Kərəm İncəlini, bu sıradan olan çox böyük aşıqlara diqqət yetirirdi. Hətta məsələn, Şıxlı Məhəmməd, Şıxlıdan olsa da çox yaxın münasibətləri var idi. Bu mənada bir çox havaların ərsəyə gəlməsində, nizamlanmasında bu böyük ustadlardan yaxınlığı var idi. Ədalət Nəsibovla olduqca yaxın münasibətlər var idi. Yəni Qazaxda bu ocaq, Şəmistan oğlular ocağı unudulmaz tarixi xidmətlərə malikdir və bugün də o yolu daşıyanlar, o yolun sənət yükünü daşıyanlar da o ocağa layiq ifaçılardır. Mən istəyirəm ki, bir imtahan sualı kimi Mansırı havası gəlsin ortaya. Çünki Mansırı havasını təqdim eləmək, mükəmməl şəkildə təqdim eləmək hər oğlun, hər sənətkarın, hər aşığın işi deyil. Amma Şəmistan kişinin ocağının işidir, onu gerçəkləşdirmək mümkün olacaq. İki böyük aşığın sözlərini təqdim eləyəcəksiniz, mən bildiyim qədər. Cəlal Qəhrəmanovun və Mikail Azaflının. Biriniz Cəlal Qəhrəmanovun, yəqin ki, sən sözlərini Aşıq Hüseyn təqdim eləyəcəksən, Mikail Azaflının sözlərini də Kifayət bacımız təqdim eləyəcək. Bu Kifayət xanımın oxuduğu sözlər olduqca əhəmiyyətlidir. Çünki bu böyük bir ustada yönəlmiş, Borçalı Aşıq Sadığa yönəlmiş Mikail Azaflının sözləridir. Mikail Azaflı ağır zindan həyatına mənsub olur. Yaşayanda o ağır məşəqqəti. Sadıq kişinin qızı hakim olur. Ona müraciətlə ondan yardım istəyir ki, bu başına gələn müsibətlərdən onu qurtarsın, o da qurtarır. Ona bu məktub da o mənada unudulmaz bir məktubdur. Biraz niskil dolu bir məktubdur. Amma Mansırı havasının dovqatında o var. Meydan sizindir. Elə Aşıq Cəlalın da şeiri əskəri xidmətində Aşıq Cəlalı şərə salırlar. Götürür orada anasına bir namə yazır. Görək namədə nə yazıb, sizin də canınız sağ olsun.
aşık sadıqalərə ya lələ səni sənə dusudadır. Əvvəl sana salamım var alusuda ya bala ya ay balam. O belə doğrudur sözü dadı qədərdin alın şah sənəti yarım. Əbədi yolu bu dünyada qalsın da ya. Balam ayağın alın, sənin ayağın alın deyən ayağın alın. Belalı balaya balam. Ana şərə düşdüm yanam elə bu qürbət elde. Daha yön şöyrü gələn döyləm ay balaya balayı. Ağla ömrün boyla yanama deyle dilde. Günüm qara keçir gülen döyləm ay. Gedən ayağın alın, sənin ayağın alın, sonam ayağın alın. Bir arzumdur cida düşməyim səndən. Soruşum əhvalını ötüb keçəndən. Söz vurğundan olsun zakazı məndən. Al sazını bir kərəmi çalırsan. Yada salmayla görərsən çətin. Zəhmət çəkdin, axır etdi zəhmətin. Düşdüm məhkəməyə, oldum hökmətin, axır nə olacaq? Bilən dövlət. Belaya zaflıya dayan yaran ay derdin alım dildendir. Eşitmişem hakim sizin elden diyor. Balaya ay balam. Kömək Allah'dan diye derdin alım sebep eldendir. Ya kömeğim ya sebebim olsun dayım. Balam ayağın alım, senin ayağın alım diyen ayağın alım. Özümdə bilmirəm ayanam nə üçün belə. Fərəyim veribdi çəkilməz bəlaya. Bəlaya ayağını qalım sənin ayağın qalım.
vatan uzak oldu ya derdin alem aşık calala. O telli sazımı çalan böyle bay. Geden ayağın alın senin ayağın alın sanam ayağın alın. Çox təşəkkür edirəm. Deyim ki, Mansırı çox arxaik havadır. Çox Bəli. qədimlərdən gələn bir havadır. Mükəmməl də bir havadır. Melodik zənginliyi olduqca çoxdur. Və şikəstə üslubunda olan bir segah məqamına söykənən bir havadır. Onun çatdırmağa da böyük ustalıq lazımdır. Çox Bəli. gərək elə ustatyana bir oxuma tərzində və çalğı tərzində ola ki, bu cür mükəmməl şəkildə çatdırasınız. Şəmistan Oğullar Ocağına da bu yaraşırdı. Var olasınız ikiniz Sağ də. olun, Var canınız olun. sağ olsun. Gəlib çıxdıq bir sonuncu havamıza, Başdü Beytiyə. Amma Başdü Beytidən qabaq istəyirəm ki, yəni Həsən Şəmistan oğlunun adını bir neçə dəfə çəkdim. Hətta saz məsələsində də onun üzərinə gəldik. Amma Həsənin çox maraqlı ifaları var idi. O cümlədən onun baş sarıtelinin özünə məxsus tərəfləri var idi. Əgər biz indi havaya keçəcəyik, başqa bir havaya Həsənin sözləri oxunacaq. İstəyirəm onun baş sarıtelinin o üslubda bir dəqiqə bir şey göstərəsiniz. İncəlik nədir? Onu da bir dəqiqə ustad Həsən müəllimin nəfəsdə. barmağının vurduğu güllər həm çox şirindir, həm çox təkrarsızdır. Gülləri çox təkrarlamır. Bizə dəfə vurur bir gülü. Ona görə də adamı özünə çəkir. Eşq olsun. O zaman keçək Həsən İncəlinin bir gözəl şeirini Kəmərli sizin kəndinizlə bağlı olan şeiri təqdim eləyin, amma Başdü Beytinin üstündə. Boşdur. İkiniz də buyurun, meydan sizindir. Çalab olam dört yanındı buza dağlar, dört yanındı buza dağlar, şır axan gur bulaqlar, gur bulaqlar. Sen dedi bülbül bağlar, sen dedi bülbül bağlar. Hem de yanam ay kemer, hem de yanam ay kemerli, ay kemerli, ay kemerli. Güzelliğini eller bilir, güzelliğini eller bilir, göz yaşını güneş siler. Ay aman aman, ay aman aman. Sana aziz konaq gelir, sana aziz qonaq gələr, mənim
sonum ay kemerli, benim sonum ay kemerli. Ay aman aman ay dadayam ay dadayam. Köle balam Aya gel Hasan'la söhbet eyle, hemkarınla ülfet eyle, ülfet eyle, ülfet eyle. Aya gider giyem hürmet eyle, lay la lay. Gider giyem hürmet eyle, bir konağım ay kemal, bir konağım ay kemali, lan kemali, qadan alma bağlamayın. Çox var olasınız. Qoy Şəmistan kişinin də ruhu şad olsun, Aşıq Həsənin də ruhu şad Çox sağ olun, olsun. Məhərrəm müəllim. Sizlərə də can sağlığı. Bu cür də. gözəl ustadlar elimizdə, obamızda sazımızı, sözümüzü yaşadırsınız. Çox sağ olun. Sizlə həmişə fəxr eləyirik. Bu yolda uğurla davam elətdirin, arxanızca yeni nəsillər gəlsin. Bəli. Hər ikinizə ürəkdən çox təşəkkür təşəkkür edirik. Çox sağ olun. Var olasınız. Minnətdarıq bizə Çox var olun. əziyyət Çox sağ çəkib olun. dəvət elədiyinizə görə Hər zaman bir yerdəyik. tamaşaçılarımıza da sizə də can sağlığı arzulayıram. Var olun, Çox sağ təşəkkür olun, edirik. Var olun. Hörmətli tamaşaçılar, bugün Saz Söz Məclisində çox dəyərli ustadlarımız gəldi. Qazax mahalından, Laçın elindən ustad aşıqlarımız gəldi. Yaşı mübarək məqamında gəldilər. 65-dən 75-ə kimi müxtəlif məqamlarda belə deyək, yubiley aşıqları gəldilər. Sinələri dolu, sinələrində çox dəyərli sözlər, barmaqlarında çox incə melodik çalarlar olan aşıqlarımız gəldi. Onlara gözəl günlər arzulayırıq. Sizlərə də can sağlığı, var olun.